Salam, hörmətli Sport Info TV izləyiciləri. Necəsiz? Ümid edirəm bu qarlı şaxtalı havada Qarabağla Neftçi arasında davam edən mübarizə, müzakirələr hər birinizin canını isitməyi bacarır. Həqiqətən də Azərbaycan futbolu adına rəng qata biləcək bir mənzərəyə şahidlik etməkdəyik. Bildiyiniz kimi, fevralın 21-də Neftçi Qarabağ qəbul etməlidir. Həmin ərəfədə Qarabağın Çempionlar Liqasının play-off mərhələsində Newcastle-la oyunları var ki, Neftçi ilə qarşılaşma məhz həmin o iki oyunun arasında keçirilməlidir. Fevralın 21-də, Newcastle-la oyunlar isə fevralın 18-də və 25-də. Qeyri-rəsmi xəbər olmasa da, rəsmi məlumat olmasa da, qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz bilgiyə görə Qarabağ tərəfi oyunun başqa vaxtda keçirilməsini istəyir. Neftçi tərəfi isə, Neftçi klubu isə bundan imtina edib, yox cavabını verib. Nə yaxşı da ki verib, belə bu cür müzakirələr görməkdəyik, futbola rəng qatır. Bəli, əzəli və əbədi rəqiblər dedikdə təkcə iki komandanın 22 futbolçusunun meydanda top dalınca qaçması deyil. Yəni, əgər söhbət əzəli və əbədi rəqiblərin intriqasından, prinsipiallığından gedirsə, bu cür məqamlar da qaçılmazdır, olmalıdır və olması da futbola ayrı bir gözəllik qatır. Qarabağ tərəfini haradasa anlayışla qarşılamaq olar. Fevralın 18-də və 25-də Newcastle-la oyunlar var. Fevralın 21-də isə Neftçi ilə maça çıxmalıdır. Və ağır qrafikdə təqvimin sıx vaxtında bu oyunun başqa vaxta keçirilməsini istəyir Qarabağ. Amma Neftçi də tam haqlı olaraq imtina cavabını verib. Bu da təbiidir. Yəni adamlar, sponsorlar kluba kifayət qədər küllü miqdarda pul xərcləyib, nəticə almaq istəyirlər, nəticə görmək istəyirlər Neftçidən. Və belə bir məqamda, Neftçinin yüksəlişdə olduğu bir məqamda Araz Naxçıvan 4-0-dur, qarşıda Qəbələ, daha sonra Kəpəzlə oyunlar var. Yəni həmin maçlarda da uğurlu qrafik çizacaq halda təbii ki Neftçinin yüksəlişi olacaq və belə anda oyunun təxirə salınması, başqa vaxta keçirilməsi Neftçi üçün yerinə düşməyəcək, onların ürəyincə olmayacaq. Bəlkə də mümkün qələbə gözləyirlər və finişdə həmin o bir xalmı, üç xalmı ağqaraların dərdinə məlhəm ola bilər. Başqa bir məqam, toxunmaq istədiyim başqa bir məqam Newcastle-ın da həmin ərəfədə, yəni Qarabağ Neftçi oyunu keçiriləcək vaxtda, təxminən eyni vaxtda, yəni fevralın 22-sində Newcastle Manchester City ilə görüşməsidir. Yəni Newcastle-dakılar da bura başını yastıqdan qaldırıb gəlməyəcək. Onlar da ayın 18-i Qarabağla oynayacaq. Ağır səfərdən qayıdıb, Bakı səfərindən qayıdıb 22-sində Manchester City kimi nəhəngə qarşı mübarizə aparacaq. Daha sonra ayın 25-də yenə Qarabağın önünə çıxmalıdır. Yəni qrafik onlar üçün də çətindir. Neftçiyə təşəkkür ki, Qarabağa həm belə bir mübarizə yaradır, çempionata və futbolumuza rəng qatır. Digər tərəfdən, bəlkə də özü də istəmədən Qarabağın böyüməsinə şərait yaradır, böyüməsini istəyir. Çünki Qarabağ artıq bir Avropa brendinə çevrilməkdədir, bəlkə də artıq çevrilib deyə bilərik və belə olduğu halda bu cür qrafikə öyrəşməlidir. 3 gündən bir, 4 gündən bir oyunlar olmalıdır, gərgin oyunlar olmalıdır. Artıq bu futbolçular bu yükü daşımağı, çiyinlərində daşımağı, bədənlərində daşımağı, o enerjini qəbul eləməyi və xərcləməyi bilməlidirlər. Yəni, şəxsən burada qeyri-adi, Neftçi adına qeyri-adi bir şey görmürəm. Yenə təkrar edirəm, Neftçi tam təbii olaraq doğru qərar verib və oyunun keçirilməsi labüddür. Bu cür sıx qrafik altında Qarabağı da izləmək maraqlı olacaq. Eyni zamanda həmin bu imtina cavabı derbiyə, Azərbaycan derbisinə əlavə güc qatacaq. Odur ki, hər iki komandaya indidən uğurlar arzulayaq və ümid eləyək ki, sırf qaydalar çərçivəsində fair play müstəvisində alınacaq oyunda qalib tərəf qələbə qazanacaq və çempionatdakı prinsipiallıq biraz da artacaq və ayrıca olaraq da təbii ki, fürsətdən istifadə edib Qarabağa, Newcastle-la oyunlarda uğurlar arzu edirəm.
İnşallah qələbə bizim olsun, sevinən Azərbaycanlı azarkeşlər olsun.